Bir daha salam, artıq biz sizinlə 10-cu dərslikdəyik və bu dərslikdə biz sizinlə ümumiyyətlə dəyişənlərdən bəhs edəcəyik. Burada dəyişən anlayışı və ya frazası əslində bizə riyaziyyatdan çox gözəl bir üslub keyfiyyəti ilə tanışdır. Çünki dəyişən anlayışı məhz riyaziyyatçıların öz rəsmi olaraq dillərindən, yəni keçmiş bir sözlükdür və burada da dəyişən adı bölünümündə əslində bu ad bütövlüyü cəmlənmişdir. Dəyişən adı əslində riyaziyyatdan asılı kəmiyyət, dəyişən kəmiyyət deyə xarakterizə edilə bilən söz ardıcıllığı olan bütövlülük cəmindən, yəni PHP-də özünə vardırılaraqdan bir sözlə daha da gözəl bir açıqlaması isə sadə bir tənlik formulası olan x bərabərdir, məsələn 63, bunu yada salaq əlbəttə ki, məsələn 63 çıxılsın x bərabərdir, məsələn 43-ə. Burada əlbəttə ki, məhz 20-nin tapılması üçün ki, necə bilək ki, 63-dən 43-ə, əlbəttə ki, məhz burada x bərabərdir 63. Artıq ikinci sütunumuzda sadə bir işləmi bilirdik. Biz məhz 43-ü çıxırdıq ki, yerdə qalan 20-nin də x bərabərdir 20-yə, daha sonra 63 çıxılsın 20 bərabərdir 43 olan, yəni bu 43 olan bu bölünümü, yəni bu cür formada bilirdik. Yəni sadə tərz olan işləmləmə cəhəti olan bir tənlik formulasıdır. Məhz bu anlayış prosedurası ilə riyaziyyatçılar dəyişən anlayışını ümumiyyətlə, yəni PHP-yə bu cür təşkil edirlər. Və artıq dərsimizə başlayaq, amma dərsimizə başlamadan öncə burada mən sizlərə bir daha yenidən məhz bu dərsliyi tam dərindən qavramanız üçün dəyişənlər adlı iki karikatur olan şəklim var və indi mən onlardan birinin üzərində ilkin öncədən sıxaraqdan yenə açıram. Və gördüyünüz kimi burada bütövlükdə dəyişənlər haqqında əsaslı təşkillilikli məlumat frazaları göstərilir. Halbuki bunlar PHP-nin tam olaraqdan, qaynaq olaraqdan, yəni tam dəyər bütövlülükləridir və ümumxas cəhət xarakterizə edilmiş tərəfləridir ki, nümayiş edilmə, yəni vardırılır. Gördüyünüz kimi burada dəyişənlər mövzusunun altında, yəni dəyişənlərin adları, onların perspektiv ümumxas cəhət bütövlülüklərindən söz açılır. Yadınızda saxlayın ki, dəyişənlər həmişə dollar işarəsi ilə başlayır. Və ikinci bir xüsusiyyət isə dəyişənlər ümumiyyətlə rəqəm ilə başlaya bilməz. Üçüncü bir xüsusiyyət isə ümumiyyətlə gördüyünüz kimi burada dəyişənlər qeydə alınma prosesinə uğrayır. Yəni, məsələn, mənim alma adlı bir dəyişənim varsa, bərabər olan qiyməti mütləq şəkildə bildirilməlidir. Yoxsa dəyişənimiz fəzada boş bir şəkildə özünü tanımlamış bir qeyri-müəyyən və ya qiyməti bilinməyən en qədər sayda olan bir bütövlülük cəhətdən xarakterizə ediləcəkdir. Və bu məna anlamı ilə dəyişənlər məhz qeydə alma prosesinə uğrayır, yəni mənasını, yəni bu sözlüyü işlədəndə, yəni bu cür başa düşülür. Mütləq verilən bir əlamətin mütləq də şəkildə bir bərabər olan qiymət xarakteristikası vardır. Yəni mənim tutalım əlim bir dəyişən ad bütövlüyünə malikdirsə, dollar işarəsi öndə qoyduq fikrimizdə, artıq bildik ki, dəyişənlər məsələn dollar işarəsi ilə başlayır və rəqəm ilə başlaya bilməz. Üçüncü forma isə prosesə uğrayırsa və mənim əlim bir dəyişəndirsə, dəyişənin əlimin barmaqları olan 5 isə ən azı bir əlimin, o isə onun yəni dəyər olan bütövlülük xarakteristikası olan bir bünövrəsidir ki, yəni bu işləmi bildirdik artıq. Əgər biz sadəcə olaraq dəyişən adı altında əlimizi tanımlasaydıq, biz onun dəyəri olan 5 rəqəmini götürməsəydik və özümüz tərəfindən qeydə aldırmasaydıq, vardırmasaydıq, əslində bu qeyri-müəyyən dəyişən olardı. Yəni düşünün ki, bir x-in yəni qiyməti bilinməzsə, ona hər bir yöntəm üslubiyyəti olan dəyər ardıcıllığı xas edilə bilər. Yəni bu cür başa düşülür. Dördüncü isə bir qayda da dəyişənlərə görə boşluq fəzası qeyd edilə bilməz. Yəni dollar işarəsini qeydə aldıqdan sonra boşluq ən azı bir boşluq addım perspektivliyi qeyd edilərəkdən başqa bir formula ilə, yəni daha sonradan bir boşluqdan sonra, qeyd olunmadan sonra artıq dəyişənin adına müraciət edilə bilməz və bu cür xarakteristika ilə qeyd edilə bilməz. Beşinci bir kəmiyyət ayarı isə dəyişənlər registrə həssasdır. Bu nə demək anlamına gəlir? Dəyişənlər PHP proqramında yazıldıqdan sonra
məhz bizim hiperdünya aləmimizdə yer alan bu hər hansısa bir səyyah olan proqramımızda əks-səda oluna bilinməsi üçün məhz registrə qəbul olaraqdan oxunur. Yəni, proqram bunu ən xırda nöqtəsinə kimi incəliklə ayarlayır, hesablayır, buna vaxt sərfiyyatı edir və bunu bölümləyir. Ən xırda incəliyinə kimi buna, yəni arayış perspektivliyinə baxır bu işləmin. Dəyişənin əgər adı, məsələn, əldirsə, birinci hərfi böyük yazılıbsa, mütləq şəkildə bildirilən əks-sədamızı böyük hərflə başlayan, eyni ilə öndə qeyd etdiyimiz məhz dəyişən adına bildirməliyik. Əgər biz əks-sədamızı, məsələn, eko əmri ilə, yəni dəyişənin adını öncəki vaxtda dəyişən təyin edib, əl bərabərdir 5 barmağını demişiksə, bu əl işləmi olan dəyişən ad bütövlüyünün dəyəri olan 5 dəyərini, alt bölgülükdə isə bu əli başlıq hərfini, məsələn, balaca ə-lə yazsa, bu heç də qeydinə vardırılmayacaqdır. Yəni, registrə həssas olunma ən xırda eyni ilə necə qeyd olunubsa, o cür formada da təşkilliliyinə vardırılır. Və bu cür formada bizlərə təqdim olunur. Bundan əlavə, ikinci karikaturamıza keçək, nümunə üçün dəyişən adlarından burada görə bilərik. Dəyişən, birinci dəyişən standart olaraqdan, məsələn, öz ad bütövlüyü olan məna cəhətliliyini gördüyünüz kimi mən burada karikaturada, yəni bu göstərmişəm və təyin etmişəm. Dəyişən, bu düzgün formasıdır. Sadəcə olaraq bir dəyişən adına, yəni götürülmüş və bilinmiş ad bütövlüyündən mənimsədilmiş dəyişənə müraciət olunmuşdur. İkinci bir dəyişən də yenə də düzgündür. Sadəcə olaraq başlıq hərfində istək və arzumuza görə dəyişənin birinci hərfini böyük alın. Bu da yenə düzgün olaraqdan bilinir və heç bir səhv ayarı formasında, yəni heç də təqdimatına vardırılmır, düzgün bir formada götürülən üslubdur. Üçüncü dəyişən də yenə də mənim dəyişənim, bu da yenə düzgün formadır. Dördüncü dəyişən olan bu dəyişən, gördüyünüz kimi bu sözlüyündən sonra alt bölgülülüklü ayrıcı xətt təbəqəsi, yəni altdan xətt, daha sonra dəyişən adı, bu da yenə ixtiyari formada, yəni düzgün hesab olunur. Amma 5-ci sütunumuzda yerləşən gördüyünüz bu 5-ci sətrimizdə bu dəyişən deyə qeydə alınması məhz düzgün deyildir. Çünki burada bu ayrıcı təbəqə dəyişən sanki iki dəyişənin bir-birindən ip kənarı kəmiyyətində bağlandığını bildirir. Bu isə bir ipdə ağır bir işləm olan proseduranın yerləşə biləcəyini düşünmək mümkün deyil. Məhz bu anlam prosedurası ilə sadə bir qayda tərtibatına görə riyaziyyatın, yəni PHP olan yeni proqramlaşdırma dili adı olan PHP-nin, yəni bunu başa düşməsi qeyri-mümkündür. Məhz bu anlam prosedurası da bu düzgün deyildir və tətbiqinə vardırılmır, nə də əks-səda oluna bilməz. Üçüncü dəyişən də gördüyünüz kimi öncə dəyişən məhz rəqəmlə başlamayıb, məhz adla başlayıb, yəni hərf olan, yəni sintaksis bir xarakter tipli daşıyıcılıq olan dəyişən adına müraciət edilir. Daha sonra isə bitişik bir formada rəqəm atributu bilinir. Bu da düzgün bir formadır. Amma alt bölgülükdə olan, gördüyünüz burada bir sonraki sütunumuzda yer alan, məhz dəyişənin işarəsi olan dollar işarəsi simvolizəsi, daha sonra yenidən altdan xətt, daha sonra dəyişən sözlüyünə müraciət. Bu isə qeyri-sabit dəyişəndir. Yəni, nə düzgündür, nə də düzgün deyildir. Qeyri-sabit bir dəyişəndir. Yəni, eyni vaxtda bu da tətbiqinə vardırıla bilmə prosedurasına uğraya bilər və bizlərə göstərilə bilər. Bundan əlavə düzgün olmayan dəyişənlərdən biri də budur. Gördüyünüz kimi ən sonuncu sütunumuzda qeydə alınan dəyişənin işarəsi olan yenə də dollarla başlamışıq və artıq iki alt bölgülülüklü xəttə müraciət edərəkdən daha sonra dəyişən adını qeydə almışıq. Bu da həmçinin düzgün olmayan və düzgün deyildir deyə inkar formasında tətbiqinə vardırılan bir dəyişən ad bütövlüyü olan məna cəhətdir. Və buna görə də bu dəyişəndə həmçinin düzgün olmayan, yəni ikinci bir sırada qeyd olunaraqdan bildirilir. Bu dəyişən anlayışının mənə elə gəlir ki, standart formulalarından və əsaslı təşkillilikli bünövrəlik cəhətlərindən sizlərə bəhs etdim və anlayış verdim. İndi artıq bunları biz məhz PHP-də iştirakını yoxlayaq və görünümündən bildirək. İndi pəncərəmizi X edək, bağladıq. Daha sonra artıq biz hər dəfə olduğu kimi işçi stolumuzda qeydə aldığımız website deyə qovluğumuza daxil oluruq. Və öncəki dərslərdən əlbəttə ki, burada qeydə almışdıq.
Və gördüyünüz kimi burada qovluğumuza daxil olduqdan sonra burada mənim bir neçə tip faylım mövcuddur. Bunlardan biri mənim ilk PHP faylim .php faylı dərsimizə tam uyğun olaraqdan. Daha sonra mən səhifəmizə stili üçün design.css, yenə də CSS, yəni əlaqəli olan bilimizdən yararlanmaq üslubiyyəti. Daha sonra da Mozilla Firefox kimi bilinən və tanınan, daha çox deyəlim istifadə olunan brauzerlərdən yəni biri. Yəni səyyah olan, icraçı olan, ünvanlara yönəldə bilən olan proqramlardan biri. İndi biz hər dəfə olduğu kimi ilkin öncədən mənim ilk PHP faylım .php faylı üzərində sağ döməni qeyd edirik və açılan siyahıdan Edit with Notepad++. Yəni bunu Notepad-in, yəni qeyd dəftərçəsinin yazı redaktorunun daha da təkmilləşdirilmiş bir forması ilə redaktə etdirik. Məhz onunla aç. Və sıxdığımızda gördüyünüz kimi burada öncəki dərslərdən yarattığımız PHP kodlamaları və PHP işləmləmələri olan bölgülüyə, yəni bunu xarakteristikaya, yəni aidiyyatlığı etmişik. İndi biz burada gördüyünüz kimi bir öncəki dərslərdə yaratdığımız kodlamalar var və PHP-yə bunu tam olaraq təşkil edildiyini bildirmişik. İndi biz bunları hamısını seçdik və backspace vasitəsilə, düyməsi vasitəsilə klaviatur üzərindən yəni sildik. Bu cür bölgülədik. İndi biz burada bir dəyişən adına müraciət edək. İlkin öncədən dollar işarəmizin qeydə alınması, daha sonra məsələn dəyişən dedik. Məsələn, bunu dəyişən 1 deyək, yəni dəyişən birinci dəyişənim kimi də bilə bilərik bunu əlbəttə ki. Daha sonra dəyişən adını bildirdikdən sonra, yəni bunu götürdükdən sonra dəyişənimizi, bunun dəyər qiyməti olan dəyişəni, məsələn 10 rəqəm bütövlüyü cəmi ədəd bölgülülüyünə bildiririk. Daha sonradan alt sütuna düşək və echo əmrini deyək. Burada artıq biz dəyişən 1 adlı dəyişənə müraciət etdik. Yəni, dəyişən bir element, xassə, atribut, kəmiyyət və s. kimi bilinə bilər və bölgülənə bilər ad tempi olan bu bütövlülük cəhəti. Və dəyişənin adı olan 10 rəqəmi isə dəyişənin dəyər, yəni bölümlülüyüdür. Biz indi ekoda əlbəttə ki, nəyi qeydə alacağıq? Sadəcə olaraq ekoda dəyişənin adına müraciət edəcəyik ki, dəyişəni bizlərə, yəni hipersənədimizdə mövcud olan vardırılmasını, yəni göstərsin və təşkilliliyinə vardırsın. Bir sözlə, əks-səda olunma bütövlülük cəhətimiz dəyişən bir adlı dəyişənə müraciət edəcək. Və bunu müraciət etdikdə dəyişənin məhz öz ad bütövlülüyünü əks-səda etməyəcək və onun bərabər olduğu sadəcə olaraq dəyər qiyməti olan 10 rəqəm bütövlülüyünü, yəni hipersənədimizdə əks-səda edərəkdən, yəni bunu göstərəcək və bizlərə bildirəcək. İndi biz ilkin öncədən bir neçə dəyişən əlavə etmədən, ilkin bu dəyişən bir adlı dəyişənimizin prinsipallıq olaraqdan, yəni qeydə aldırdığımız cəhətini yoxlayaq. Artıq biz fayl menüsündən save edək və qaydaq qovluğumuza, artıq qovluğumuzda bələdçi olan proqramımız olan, yəni brauzerimiz olan Mozilla Firefox-u işə salır. Və gördüyünüz kimi burada proqramımızı açdıq və ünvan sətrini seçərəkdən web serverimiz tərəfindən qeydə aldıraq bunu da və HTTP qeyd etdikdən sonra, yəni Hypertext Transfer Protocol, hipermətni ötürmə protokolu gördüyünüz kimi burada məhz ünvan sətri alt zolaqda yəni qeyd alınır və biz indi aşağı işarəsi ilə klaviatur üzərindən ünvan sətrini seçirik və Enter tuşu vasitəsilə yəni səhifəmizə yönəlirik. İndi baxsaq biz burada sadəcə olaraq səhifəmizdə, yəni ümumxas olan bu gövdədə, hipersənədimizdə məhz 10 rəqəminin əks-səda olunduğunu və 10 rəqəmin mövcudluğunu görə bilirik. Bununla biz nə bildirdik qayıtsaq kodlamamıza? Gördüyünüz kimi dəyişən bir adlı bir dəyişən yəni götürmüşük. Əlbəttə ki, burada dəyişən adı istənilən bir ixtiyari bölünüm ola bilər. Yəni prosedura kimi istənilən bir yəni adlığa mənsub edilə bilər. Artıq biz bunu bildik. Və dəyişənin qiyməti isə 10-dur. Məsələn, biz indi bunu 10-u dəyişib burada 20 desək və dəyişiklik etdikdən sonra fayl menusundan save edək. Qaydaq brauzerimizi artıq ünvan sətrini bir daha da son əməliyyatı yəni yerinə yetirdikdən sonra seçərəkdən ünvan sətrini yeniləyək səhifəmizi. Gördüyünüz kimi artıq onun yerinə 20 rəqəminin, yəni 20 rəqəm bütövlülüyü olan cəhətinin əks-səda olunmasını hipersənədimizdə tətbiqinə vardırılaraqdan, yəni qeydə alınmasının şahidi olun.
İndi biz bunu əlbəttə ki, burada saxlayaq və heç bir dəyişkənini uğratmayaq. Yəni, bundan imtina etməyək. O qalsın bir 20 rəqəmi olan dəyişən bir adlı dəyişənimiz, ümumxas götürdüyümüz və təşkilinə vardırdığımız. Bundan əlavə dəyişənin əlbəttə ki, bir başqa, yəni məna bütövlülüyü olan və öndə karikaturamızda da qeydə aldırdığımız, yəni dəyişənlərdən qeyd edək və onları da yazaq. Məsələn, mənim dəyişənim deyəcəm mən burada, gördüyünüz kimi bərabərdir. Dəyişənin rəqəm atamasından sonra, yəni rəqəm qeydə alma mövcudluğundan başqa, hətta dəyişənin ad bütövlüyü olan sətir tipli dəyişən də götürə bilərsiniz. İndi biz bunu əlbəttə ki, burada qeyd edəcəyik. Məsələn, nə deyək? Deyək ki, yazı dəyəri. Və bu cür bildirdikdən sonra nöqtəli vergülümüzü qeyd edək. Və nöqtəli vergülümüzü əlbəttə ki, qeyd etdik burada biz. Və indi biz burada eko dedikdən sonra nəyi qeydə alacağıq əlbəttə ki? Mənim dəyişənim adlı olan dəyişəni, yəni bildirəcəyik burada. Və indi yazaq onu da əlbəttə ki. Və nöqtəli vergül artıq bu prosesin başa çatma sonluğunu bildirdik. Burada biz, yəni mənim dəyişənim adlı dəyişənimizin yazı xarakteristikasına, yəni yazı bütövlülüyü, xarakter olan, simvol olan yazı hərfləri bütövlülüyünə mənafeliyini bildirdik. Öncəki dəyişənimiz olan dəyişən bir adlı dəyişən isə sadəcə olaraq dırnaqdan kənar, yəni boş sabit olaraqdan rəqəm bütövlüyü olan, ardıcılı olan 20 rəqəm bütövlülüyünə lakin bildirmişdik. İndi biz bu ikinci dəyişənimizin də əlbəttə ki, funksiyasını görmək üçün ilk öncə fayl menusundan save edək və qaydaq artıq brauzerimizi bir daha ünvan sətrini zolağını seçərəkdən yeniləyək. Gördüyünüz kimi 20 rəqəminin yəni ardınca artıq yazı dəyəri olan sadə bir yazı simvolizəsini də məhz bizlərə əks etdirərəkdən brauzerimiz, yəni hipersənədimizdə bunu server tərəfdən göndərərəkdən kodlamasını kompilyasiya olunmuş bir şəkildə bizlərə göstərdi və təşkilinə vardırdı. Yəni bunu bizlərə təşkilini göstərdi, bütövlülük cəhətini bildirdi. Bu dəyər adlarını və yəni bu dəyişənləri bu cür xarakterizə edirik. Bundan başqa dəyişən də qeyd edək. Məsələn, deyək ki, yenidən bir daha mənim altdan xətt dəyişənim və bərabər olan qiymətini yazaq. Deyək ki, yazı dəyəri yenidən və bu cür formada yəni təşkilliliyinə vardıraq bunu bildirək. Və nöqtəli vergülü unutmayın əlbəttə ki. Biz dəyişənimizin sadəcə olaraq bir sətir bölgülülüklü dəyişənə xarakterizə edilərəkdən götürdük əlbəttə ki. Yenə də əks sədamızı yeni dəyişənimiz ad bütövlülüyü olan mənim altdan xətt dəyişənim adlı məna bütövlülüyünə xas edəcəyik. Fayl menusundan save edək biz artıq və qayıdıb hipersənədimizi bir daha ünvan zolağını əlbəttə ki, hər dəfə olduğu kimi seçirik və yeniləyirik. Gördüyünüz kimi yazı dəyəri yenidən. Bunların hamısı PHP-nin standart qaynaq, yəni qayda formulası olaraqdan gördüyünüz kimi bir sütuna, yəni ardı-ardı düzərəkdən, yəni sizlərə təsvirinə vardırır. Yəni bu cür formada təşkilliyini bildirir. İndi biz qayıdıb burada, məsələn, gördüyünüz kimi burada dəyişənin birinci hərfi böyüklədir. Məsələn, biz bunu birinci hərfini əlbəttə ki, burada başqa şey yazaq. Məsələn, dəyişənim deyil. Məsələn, deyək ki, dəyişənim deyək. Məsələn, D-ni 2 dəfə E yazaq. Məsələn, bir ad bütövlüyü cəhətini və fayl menusuna artıq dəyişiklik etdikdən sonra save edək. Yaddaşa verək kodlamamızı. Qayıdıb səhifəmizi yeniləsək. Baxın, burada bizə qeyd olunma oldu və yenə də səhv aşkarı kimi 14-cü xətt olan sütunumuzda bir səhv aşkar edildiyini göstərirdi və dəyişənim adlı dəyişənimiz olmadığından və əks sədamız onu tanımlaya bilmədi. Hipersənədimiz üzərinə bunu əks etdirə bilmədi və tam olaraq ad bölgülüyünün səhvliklə aşkarlandığını və tətbiqinə vardırıldığını bildirdi. Biz indi bunu fayl menusundan save edək və standart saxlayaq, qayıdıb bir daha yeniləyək. Gördüyünüz kimi artıq yazı dəyəri adlı
dəyər yazısı olan bu yenilənməni əslində bizlərə, yəni tətbiqinə vardıraraqdan, yəni göstərdi. Amma bunu yenə də biz ilkin yazını bir daha yenidən qeydə aldırdı. Baxsaq məsələn qayıdıb gördüyünüz kimi yazı dəyəri, yenidən yazı dəyəri. Burada biz bir amili unutduq, çünki ikinci dəyişən adını böyük yazmışdıq və əks sədamız fayl menüsündən save edək bir daha. Qayıdaq, səhifəmizi yeniləyək əlbəttə ki. Gördüyünüz kimi yazı dəyəri yenidən adlı yazı bütövlüyünü də həmçinin bizlərə bir daha doğrudan da təşkilinə vardıraraqdan göstərdi və xarakterizə etdi. Bundan əlavə dəyişənlərin başqa növləri də vardır, amma indi biz burada echo deyək, əks sədanı nəyə bildirək? Məsələn, sadə HTML kodlaması olan BR-a bildirək burada biz və bu BR-ı biz burada qeyd etdikdən sonra əlbəttə ki, dəyişənin adını məsələn gördüyünüz kimi üst təbəqədə məsələn birinci sütunumuz olan 9-cu xətt sütununa baxsaq gördüyünüz kimi burada PHP kodlamasında dəyişən bir adlı dəyişənin bərabərliyi 20 qiyməti olan rəqəm bütövlüyünə bildirmişik. Bu isə yəni yazı simvolizası olan 2-0 deyil, məhz həqiqətən də rəqəm bölünümü olan rəqəm hesabatınadır. Və indi biz burada deyək ki, məsələn dəyişən deyək, yenə də dəyişənimizə müraciət edək əlbəttə ki, məsələn dəyişən 1 deyək bir daha, dəyişən 1 bərabərdir. İlkin öncə dəyişən 1-in dəyərini üst bölgülükdə biz 20 demişdik əvvəldən. Amma yenə də eyni ad bütövlülüyü ilə baxsanız gördüyünüz kimi, hətta bir dəyişənə əslində bir neçə dəfə müraciət olunma, hətta bir neçə dəfə əks-səda olunma bölünümü də vardır. Və indi biz burada dəyişən birin adını yeni qiymətlə 20 deyil, artıq 200 rəqəm bütövlüyünə bildirdikdən sonra indi yenə də dəyişən biri əks-səda etsək əgər səhifəmizə, məsələn baxın, artıq kodlamamızı işlədiyik, fayl menüsündən save edək və qayıdıb səhifəmizi ünvan zolağını seçərəkdən yeniləsək, burada bizə bir səhv aşkar olunduğunu bildirdi yenə də. 16-cı xəttdə əslində sütunda səhv aşkar olunduğunu bildirdi. Bəli, doğrudan da səhv aşkar olundu, çünki biz burada nöqtəli vergülü unutmuşuq və PHP bizə bunu xəbərdarlıq olaraqdan yəni bildirdi və qeydinə vardırdı. Artıq fayl menüsündən bir daha save edək və qısa yol iş kontrol S bilirik biz bunu və ünvan sətrini seçərəkdən bir daha yeniləyək səhifəmizi. Gördüyünüz kimi 20-nin altında yenə də 200 formulası olan rəqəm bütövlüyü cəhətini eyni zamanda dəyişən bir adı altında bir neçə dəfə dəyişənə yeni dəyər atamaları kimi, yəni atmaq forması kimi bir neçə dəfə sonradan belə istifadə etmək, yəni ixtiyarına, yəni bu formasına malikik biz, yəni buna proseduru yerinə yetirmək, yəni hesabatına. Bundan əlavə əlbəttə ki, biz burada məsələn yazı dəyəri bütövlüyünə gedək, məsələn biz burada BR deyə qeyd edək burada. Bildiyiniz kimi BR da zaman xəttini, yəni düz sütun olan xətti sındıraraq bir dama düşür aşağı. Bunu artıq biz bilirik və BR-ları qeyd etdikdən sonra lazım olan yazı 2 dırnaq tərkibində və fayl menüsündən save edək, HTML tərəfindən olan kodlamamızı həmçinin və qayıdıb səhifəmizi yeniləsək, artıq hər birinin gördüyünüz kimi yəni öz bölgülülüyü olan prosedurasında, yəni sütununda qeydə alındığını və nizama qeydinə vardırılaraqdan göstərildiyinin yəni şahidi oluruq və bizlərə bu cür formada təşkilinə vardırılır. Dəyişən anlayışı da bu cür xarakterizə edilir və dəyişən anlayışı da bu cür formulaya malikdir və dəyişən bu cür formada bizlərə təqdim olaraqdan götürülür və dəyişənlər əslində çox önəmlidir və dəyişən ümumiyyətlə riyaziyyatın çox gözəl bir tərəfindəndir və dəyişəni sanki siz müraciət etməklə bildirirsiniz ki, hal-hazırda mənim əlimdə bir fincan var və mənim indi əlimdə olan fincanın içərisində çay olması üçün əlbəttə çay içənin bərabər olan qiymət olan xarakterizə edilən tərəf olan dəyər atamasıdır, dəyəridir yəni. Və bu fincanımızı tanımladığımıza görə biz artıq bizə aid olan bir şeyi mövqələndirməyi bacardıq. Yəni mövqəliliyini bildirir. Bir sözlə dəyişəni tanımladıq. Hansı ki, halbuki o dəyişəni ki, bizə lazım olan bir dəyişəndir və biz ondan hipersənəd aləmində də artıq bu dəyişən fikrinə və fəzasına gəldikdə isə bu sizin artıq öz işinizə qalmışdır. Yəni fikir formulanıza qalmışdır ki,
Yəni öz nəzəriyyənizə görə, öz fikrinizə görə özünüzü formalaşdırın. Bir anlıq düşünün ki, dəyişəni siz hipersənəd üçün, məhz veb-sayt anlaşdığı verdiyimiz bu hipersənəd dünya aləmi üçün nəyə tərtib edə bilərsiniz və nə ilə əlaqələndirə bilərsiniz kimi çıxarışları, yəni toplayaraqdan artıq dəyişənin, yəni formalaşa bilərsiniz və bir sözlə dəyişən haqqında artıq ümumxas cəhətlərə malik ola bilərsiniz. Bu dərsimizdə bu qədər. Bir sonraki dərslikdə yenidən görüşmək ümidi ilə sağ olun.